Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi keçirilir. Məhkəməyə gətirilən və barəsində həbs qətimkan tədbiri seçilən Ayaz Səfərov şiddətli döyüldüyünü bildirib. İşgəncə izləri Səfərovun üzündə açıq-aydın görünür. Qeyd edək ki, iyunun 27-sində səhər saatlarında azərbaycanlıların yaşadığı ondan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyin Səfərovlar öldürülüb. Bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib. Onlar saxlanılan zaman vəhşicəsinə döyüldüyünü, elektrik cəryanına verildiyini bildirib. Yekaterinburq məhkəməsi Akif Səfərovu 22 günlük həbs edib. Məhkəmə Akif Səfərov barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Akif Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.